Salam hörmətli izləyicilər. Bu gün mən sizə bəzi sözlər haqqında bəzi nüansları qeyd eləyəcəm. Birinci olaraq gəlin biz başlayaq qatarlar sözündən. Qatarlar sözü ümumiyyətlə iki cür anlaşıla bilər. Yəni ola bilər qatarlar, yəni isim kimi və isim kimi təhlil edilərkən, tələffüz edilərkən qatarlar olacaq. İsim kimi tələffüz edəndə l, r-yə keçəcək. Burada yəni cəm şəkilsində tələffüzündə fərqli məqam yaranacaq. Amma biz bunu feil kimi təhlil eləsək, artıq fərqli olacaq. Necə olacaq? Qatarlar. Ümumiyyətlə feil bəhsində biz həmişə keçəndə deyirik ki, ır və yaxud da ar, yəni gələcək zaman, qeyri qəti gələcək və yaxud da indiki zamanı üçüncü şəxsin cəmi şəkilsi artıranda orada ar ala çevrilir. Məsələn, burada belə feil kimi təhlil edəndə qatarlar olacaq. Yəni biz bu qatarlar sözünü isim kimi desək, onun tələffüzü olacaq qoşa r-yə keçəcək, yəni cəm şəkilsində çevrilmə olacaq. Ancaq biz bunu feil kimi tələffüz eləsək, orada artıq ar ala keçəcək. Yəni feil kimi yadınızda saxlayın ki, feilin özündə də l var və tələffüzdə də l-yə keçəcək. Belə yadınızda saxlayın, qoşa l yaranır. Və onu da qeyd eləyək ki, bu sözlər homonim sayılmır. Çünki başlanğıc formaları fərqlidir. Çünki məsəl üçün isim kimi bunun kökü qatardır, lar qrammatikdir və başlanğıc forması qatardır. Əgər bu sözü mən feil kimi götürsəm, feil kimi qatmaq feilinə ar zaman, lar şəxs sonluğu, yəni üçüncü şəxsin cəmi və başlanğıc forması da qat olacaq. Və ona görə də bu sözlər homonim hesab edilməyəcək.